izləyicilər, mən şairə İsmirə Günəş, hal-hazırda Şabrandayam. Şabranda yeganə övladını vətənə qurban verən qəhrəman anamız, Əfilə anamızın ocağındayam. Bax, bu gördüyümüz ev muzeyi şəhidimiz İlkin Ağaquluyevin ev muzeyidir. Bu gün bu ocağa tək gəlməmişəm. Yanımda qəhrəman şəhid anaları, şəhidimizin həyat yoldaşı, 90-cı illərdə vətənə canını fəda edən qəhrəman şəhidimizin həyat yoldaşı var. Və gəlişimiz də səbəbsiz deyil. Hal-hazırda biz bir neçə dəqiqə bundan əvvəl Şabranda Uşaq Kitabxanasında qəhrəmanımızın xatirəsinə həsr olunmuş gözəl bir tədbirdə iştirak etmişdik və oradan da qonaqlarla birlikdə şəhidimizin həm ev muzeyini ziyarət eləmək istədik ki, bir daha anamızın könlü şad olsun ki, onun qəhrəman balası unudulmur. Və əlimdə gördüyünüz fəxri fərman var. Mən ilk öncə istəyirəm ki, bu təşəkkürnaməni anamıza təqdim edeyim və daha sonra gələn qonaqlarımız öz şəhidlərin adlarını, soyadlarını qeyd etməklə tanımayan şəxslərə də qəhrəmanlarımızı tanıtmış olsunlar. Azərbaycan Respublikası Ali Baş Komandanı Qalib Sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olmasında haqq savaşı, Vətən müharibəsində göstərdiyi şücaətə görə şəhidlik zirvəsinə ucalaraq şəhadətə qovuşan zəfər günü bizlərə yaşadan şəhid Ağaquluyev İlkin Saməddinoğlu Dəmir Yumruq fəxri diplomuna layiq görülür və diplom ailəsinə təqdim olunur. Ana, təşəkkür edirəm. Belə oğul böyütdüyün üçün təşəkkür edirəm. Haqqını bizə halal elə ki, sən gözünün bircə dənəsini yeganə balalı bizim azadlığımız uğrunda, vətən torpaqlarımızın azadlığı uğrunda fəda verib möhkəm dayanmağa çalışırsan. Allah sənə uzun ömür, can sağlığı versin. Biz ilkini, nə də ilkinin timsalında bax bu gün gördüyümüz bu qəhrəmanları və görmədiyimiz qəhrəmanların heç birini də unutmarıq. Çünki aldığımız nəfəsi belə biz şəhidlərimizə borcluyuq. Allah sənə səmir versin. Xoş gəlmişsiniz İsmirə qızım. Çox sağ ol ki, sən həmişə şəhidlərin yanında olsun. Baxırıq sənin telefonlarına, görürüm sən o şəhid yoxluğunun qapısını açmayasan. Buna görə Allah sənə də can sağ versin, ruzu bərəkət versin ki, heç vaxt şəhidləri unutmayasan. Şəhidlər unudulsa əgər, onda şəhidlər ölür. Şəhidlər ona görə unudulmasın ki, onlar qoy yaşasın. Valla bizi ölür. Biz hələ şəxsən ilkini mən torpağa qoyulan gündən ölmüşəm. Belə yaşayıram da, hava da alıram, uduram bu havanı. Ancaq ki, onunla bir torpağa qoyulur, onun atası da məndir. Allah bir daha cəmi şəhidlərimizin ruhları şad olsun, məqamları ucadan uca olsun. Allah ailələrə səbir, dözüm versin ki, çox ağır dərdir. Bala dərdi, bala itkisi heç bir itkiyə bənzəmir. Heç bir, hamısını bala yaddan çıxardır, bir özü ananın qəlbində qalır. Ona görə Allah səbir versin şəhid analarına. Amin inşallah. Elə başlayaq başdan qəhrəman şəhidlərimizi bir daha tanımış olaq. Buyur anam. Şabran şəhidi Ağayev Əmrağanın anasıyam. Ruhu şad olsun qəhrəmanımız. O da tək evlad olur, iki bacı bir danışır. Deyir, bacı danışmır. Mənim oğlum da 3 ayın əskəri olub. Bizim uğrunda döyüşlərdə şəhid olub. 2 bacının bir qardaşı idi. Mərd idi, qəhrəman idi. Buyur anam. Şabran şəhidi, şəhid Şükür İlyasovun anası. Allah bütün şəhidlərimizin məkanı cənnət, ruhu şad olsun. Şabran şəhidi, Əmirlər Rızanın yoldaşıyam. 3 uşaq atası olub. Cəmi şəhidlərə Allah rəhmət versin. Şabran şəhidi Seyfəddin Balağayevin anasıyam. Allah cəmi şəhidlərimiz ruhlarını şad məqam olca eləsin. Nur içində yatsınlar şəhidlərimiz. Allah biz şəhid analarına sabır düzün versin. Allah bizim qalan ballarımızı qorusun, ordumuzu, vətənimizi, dövlətimizi qorusun. Bundan boyuna müharibələr olmasın. Amin Allah. Mən Usar şəhidi Cəfər Aliyevin anasıyam. Mənim oğlum 13 il hərbidə xidmət eləyib. 44 günlük müharibədə də iştirak elədi, aprel döyüşlərdə də iştirak elədi. Antiterror da şəhid oldu. Ağdamda. Hər birinin ruhu şad olsun və Arzu xanım da bu evdə qonaqdır. Az əvvəl haqqında danışdığım tədbirin təşkilatçısı məsələ Arzu xanım idi. Arzu xanım, sizin də duyğularınızı eşitmək gözəl olardı.
Bu gün mənə xoşdur ki, şəhid İlkinin evindəyəm, şəhidlərin arasındayam. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, məqamları uca olsun. Analarına can sağlığı versin, valideynlərinə səbir versin. Əfil anıya da Allah səbir versin. Siz də çox sağ olun Esmira xanım, gəldiniz bizim müəssisədə də iştirak elədiniz tədbirimizdə. Hər şeyə görə minnətdarım. Çox sağ olun. Sağ olun. Təşəkkür edirəm. Əziz izləyicilər, biz qəhrəmanları unutmadıq, sizlər də unutmayın.